Dildən fərqli olaraq nitqi ünsiyyət prosesinin özü hesab edirlər. Bu proses məlumat, göstəriş, sual, əmr və s. şəklində həyata keçir. Hər bir söz ümumiləşdirmə mahiyyətinə malikdir. Ona görə də nitq prosesində hər bir söz özünün müvafiq mənasında çatdırılmalıdır. Buna isə sözü müvafiq kontekstdə işlətməklə nail olmaq mümkündür. Nitqdə sözlərin mənasının köməyi ilə müvafiq məzmunu çatdırmaqla yanaşı, danışdığımıza öz emosional münasibətimizi də bildirə bilirik. Nitqin funksiyaları və xüsusiyyətləri. Yuxarıda deyilənlərdən nitqin insan həyatında əvəzolunmaz əhəmiyyətə malik olduğunu görürük. Nitq, ünsiyyət prosesi kimi insanların fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhəmiyyəti onun funksiyalarında özünü aydın göstərir. Nitqin funksiyaları nəzərdən keçirməzdən əvvəl ünsiyyət vasitəsi olan dilin funksiyalarına diqqət yetirək. Adətən dilin 3 funksiyasını qeyd edirlər. Dil, ictimai tarixi təcrübənin mövcud olması, saxlanması və verilməsi vasitəsidir. 2. Dil kommunikasiya, eləcə də insanın davranışını tənzim etmək vasitəsidir. 3. Dil intellektual fəaliyyətin silahıdır. Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin edir. Mövcud psixoloji ədəbiyyata əsasən nitqin funksiyaları bunlardır. Nitqin birinci funksiyası əşyaları, hərəkəti, vəziyyəti adlandırmaqdır. Bu nitqin siqnifikativ və ya semantik funksiyasıdır. Bu funksiya insan nitqini heyvanların ünsiyyətindən fərqlənir. Heyvanların çıxardığı səs əşyaları deyil, onların öz vəziyyətlərini bildirir. İnsanda isə müəyyən söz deyilərkən, həmin sözlə bağlı hər hansı cismin, hadisənin təsəvvürləri canlanır. Nitqin sonrakı funksiyası onun ümumiləşdirmə funksiyasıdır. Nitq sözlərə əsaslandığına görə daima ümumiləşdirməyə imkan yaradır. Nitqin mühüm funksiyalarından biri kommunikativ funksiyasıdır. Bu funksiyada öz növbəsində məlumat vermə və fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir. Ümumiyyətlə götürdükdə, nitqin köməyi ilə başqaları ilə ünsiyyət saxlayır, fikir mübadiləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk. Nitq vasitəsilə hisslərimizi, arzu və istəklərimizi bu və ya digər cismə, hadisəyə münasibətimizi bildiririk. Bütün bu funksiyalarla yanaşı olaraq nitqin özünə məxsus xüsusiyyətləri də mövcuddur. Bunlara nitqin məzmunluluğu, anlaşıqlılığı, təsirliliyi və ifadəliliyini də aid etmək olar. Nitqin məzmunluluğu ondan ibarət olunan məlumatın əhatə dairəsindən asılıdır. Nitqdə ifadə olunan fikir və hisslərin həcmi nə qədər geniş olarsa, verilən məlumatlar gerçəkliyə nə dərəcədə uyğun gələrsə və nə dərəcədə əhəmiyyətli olarsa, o bir o qədər də məzmunlu hesab olunur. Nitqin məzmunlu olması üçün insanın geniş biliyi, həmin bilikdən və izahatlardan düzgün istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün məlumat vermə vəzifəsini həyata keçirə bilməz. Nitqimizin bizi dinləyənlər tərəfindən qavranılması üçün onun anlaşıqlı olması vacibdir. Nitqin növləri və formaları. Nitqin funksiyaları, xüsusiyyətləri ilə yanaşı özünə məxsus formaları və növləri vardır. Nitqin növlərini təsnif etmək üçün psixoloji ədəbiyyatda müxtəlif əlamətlərdən istifadə olunur. Ekstralizasiya və internalizasiya əlamətinə görə nitqin 2 əsas növü mövcuddur. Xarici və daxili nitq. Xarici nitq başqaları ilə ünsiyyətdə informasiya mübadiləsinə yönəlmiş olub, eşidilən, görülən və tələffüz edilən nitqdir. Daxili nitqə gəldikdə, o hər şeydən əvvəl təfəkkür prosesinin təmin olunması ilə bağlıdır. O, psixoloji nöqteyi nəzərdən olduqca mürəkkəb hadisə olub, nitqlə təfəkkürün qarşılıqlı əlaqəsini təmin edir. Nitq xarici növü ilə bağlı olaraq daha 2 növü mövcuddur. Şifahi və yazılı nitq. Nitqin hansı formasından istifadə etməyimizdən asılı olmayaraq, o həmişə həmin əsas növlərdən birinə aid olur. Şifahi nitq tələffüz edilən, eşidilərək qavranılan, başa düşülən nitq növüdür. Bu nitqin köməyi ilə danışanlar arasında
bilavasitə əlaqə yaranır. Şifahi nitq zamanı ünsiyyətli olan adamlar bir-birini görür, eşidirlər. Danışan adamın mimikası və bədəninin ifadəli hərəkətləri, səsinin ahəngi, nitqin məzmunu buna bəslədiyi münasibətin anlaşılmasına yardım göstərir. Ünsiyyət şəraitindən onun məqsəd və məzmunundan asılı olaraq şifahi nitq ya dialoji ya da monoloji formada cərəyan edir. Dialoji nitq iki və ya daha artıq adamın sual-cavab şəklində həyata keçirdiyi nitqdir. Dialoji nitqin özünə məxsus xüsusiyyətləri vardır. Psixoloji ədəbiyyatlarda həmin xüsusiyyətlər bunlardır. Hər şeydən əvvəl dialoji nitq bilavasitə reaksiya tələb edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə öz münasibətini bildirir, ya sual verir, ya da təsdiq edir, ya da inkar edir. Dialoji nitqin bu cəhəti danışan öz fikrini ifadə etmək istiqamətində təsir göstərir, onu müəyyən səmtə yönəldir. Dialoji nitqin digər xüsusiyyətləri dialoqun danışan adamların emosional ekspressiv rabitəsi şəraitində baş verməsidir. Bu zaman dialoji nitqin iştirakçıları bir-birlərini bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirirlər. Monoloji nitq dialogdan fərqli olaraq bir adamın öz fikir və mülahizələrini müntəzəm və ardıcıl surətdə şərh etməsi, başqalarının onu dinləməsidir. Yazılı nitq. Şifahi nitq kimi yazılı nitqdə xarici nitqin bir növü kimi verbal ünsiyyətə aiddir. Yazılı nitq vasitəsilə ünsiyyət yazılı mətnlərin köməyi ilə həyata keçirilir, görmə vasitəsilə qavranılır. Mütəxəssislər yazılı nitqi şifahi monoloji nitqə nisbətən daha müfəssəl nitq hesab edirlər. Daxili nitq. İntrozasiya əlamətinə görə nitqin xarici nitqdən fərqli olan bir növü daxili nitq qeyd edilir. Bu real kommunikasiyadan kənarda baş verən nitqdir. Daxili nitq insanın özü-özünə fikirləşməsi, öz-özü ilə danışması prosesidir. Daxili nitq tələffüz edilməyən səssiz nitqdir. O çox qısa, bəzən də ayrı-ayrı ifadələrdən ibarət olur. Həmin ifadə bir növ fikrin nüvəsini təşkil edir. Ona görə də daxili nitq üçün fraqmentliyin, qırıqlığın xarakteri xal olduğunu qeyd edirlər. Daxili nitq eyni zamanda surətli nitqdir. Əgər hər hansı bir hadisəni xarici nitqin köməyi ilə çatdırmaq üçün xeyli vaxt sərf etmək lazım gəlirsə, daxili nitqdə onu ani olaraq surətlə təsəvvürümüzdən keçirməyimiz mümkündür. Daxili nitqin üç əsas tipini qeyd edirlər. Xarici nitqin strukturunu özündə saxlayan, lakin fonesiya səslərin tələffüzü mövcud olmayan və çətin şəraitdə fikri məsələnin həlli üçün tipik olan daxilən öz-özünə danışmaq, öz-özünə yönələn nitq. 2. Xüsusi daxili nitq. Bu tələffüz vasitəsi kimi özünü göstərir, spesifik vahidlərdən istifadə olunur və onun strukturu xarici nitqin strukturundan fərqlənir. 3. Daxili proqramlaşdırma, başqa sözlə, nitq ifadəsinin bütün mətnin və onun məzmun hadisələrinin spesifik məna vahidlərinin formalaşması və möhkəmlənməsidir. Taktil nitq sözlərin taktil hərflərlə ifadə olunmasından ibarət olan nitqdir. Daha doğrusu bu zaman barmaqların müxtəlif konfiqurasiyalarından və hərəkətlərindən istifadə olunur. Taktil nitqdən karlarla iş zamanı surdopedaqoji köməkçi nitq vasitəsi kimi, eləcə də eşitmə qüsurlu insanlar arasında şəxsiyyətlərarası kommunikasiya və ya eşidən adamlarla onlar arasında ünsiyyət vasitəsi kimi istifadə olunur. Egosentrik nitqə gəldikdə, bu insanın özünə yönəlmiş nitqidir. Onun köməyi ilə insan, ən çox uşaqlar, özünün praktik fəaliyyətini tənzim edir və ona nəzarət edir. Egosentrik nitq xarici kommunikativ nitqdən nəşət edir və onun qismən interizasiya olunmuş məhsulu kimi özünü göstərir. Egosentrik nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsi kimi özünü göstərir. Qeyri-verbal ünsiyyət. İnsanlar heç də həmişə ünsiyyət prosesində verbal kommunikasiya vasitələrindən istifadə etməklə kifayətlənmirlər. Çox vaxt onlar verbal yolla çatdırıldıqları məlumatları gücləndirmək və ya daha səmərəli təsir göstərmək üçün sözsüz nitqdən, kənar vasitələrdən istifadə edirlər. İnsanlar özlərinin hisslərini, fikir və arzularını çatdırmaq üçün söz tapa bilmirlər və ya onun barəsində danışmaq istəmirlər. Bu zaman informasiya mübadiləsi kimi sözsüz, sözlərin köməyi olmadan həyata keçirilir. Belə ünsiyyət qeyri-verbal vasitələrin köməyi ilə baş verir.
Bu cür qeyri-verbal kommunikasiya vasitələrinə müxtəlif simvollar, mimika, pantomimika, müxtəlif jestləri, hərəkətləri, səsin tembrini, intonizasiyanı və s. ayırd etmək mümkündür. Ünsiyyət şəxsiyyətlərarası qarşılıqlı təsir vasitəsi kimi. Sosial psixologiyada ünsiyyətin ən mühüm cəhətlərindən biri kimi onun qarşılıqlı təsir prosesi olması, başqa sözlə, interaktiv cəhəti diqqəti cəlb edir. Ünsiyyət qurarkən insanlar hər hansı sual, xahiş, əmr, izahat və s. zamanı qarşılarına başqasına bu və ya digər şəkildə təsir etmək məqsədini qoyurlar. Sosial normalar insanların qarşılıqlı təsir və qarşılıqlı münasibətlərini tənzim etmək üçün cəmiyyət tərəfindən qəbul edilmiş normalardır. Cəmiyyət spesifik sosial davranış normaları sistemi nümunələrini hazırlayır və müvafiq şəraitdə həmin normalara əməl etməyi özünün bütün üzvlərindən tələb edir. Bu normalar pozulduqda sosial nəzarət mexanizmi işə düşür. Burada bəyənməmək, danlamaq, cəzalandırmaq və s. şəkildə korreksiyaya gətirib çıxarır. Burada həmin normaların cəmiyyətin bütün üzvləri tərəfindən qəbul olunması, həmin normaları etalon kimi qəbul etmələri və öz davranışlarını etalona uyğun qurmağa çalışmaları əsas şərtdir.